Yusif Sərraf özü təmiz, saf adam idi. Xeyirxah adam idi. Saf və xeyirxah adam olduğuna görə bəzi dindar adamların, şahın və ondan aşağı təbəqədə olan kəndxudaların və digərlərin mənfi əməllərini görürdü, ürəyi dözmürdü və danışırdı. Dili onun bəlası oldu. Deməli, dili bunun bəlası oldu. Saf adam idi, dözmürdü, pislikləri görüb dözə bilmirdi. Ona görə bu şeylərdən dili bunun bəlası olur. Və artıq sabahsı gün gəlib, Şah Abbas növbəti artıq Novruzdan 4-cü gün keçir. 4-cü gün. Şah Abbas ətrafında bütün o vəzifəliləri, mənsəb sahiblərini ətrafından yığıb, kəndxudadan tutmuş vəzirə qədər hamısını yığıb ətrafına, şah sarayına və özü də başında qızıl tacı